Hər kəsin uşaqlığının maraqlı bir hissəsi olmuş, müxtəlif heyvanları daha fərqli tərzdə görüşümüzə gətirən Bakı Dövlət Sirkini salamlayıram. Bakı Sirkinin tarixi 20-ci əsrin əvvəllərinə gelib çıxır. Əsrin ilk illərində Nikitin qardaşları Bakıda ilk stansionar sirk heyvanxana açıblar. Bir neçə il sonra isə onlar indiki Nəsimi bağının yerində Şərqin ilk sirk teatrını inşa etdirirlər. 20-ci əsrdə stasionar sirklər formalaşmağa başlayıb. İlk 20-ci əsrin əvvəllərində taxta sirklər olub. Onlar əsrin ortalarına qədər davam edib. Bir neçə dəfə yanıb, Nikitin qardaşlarının sirkləri olub. Sonralar artıq 50-ci illərin sonlarında layihə formalaşıb ki, yeni sirkin stasionar binasının tikilməsi, bu binanın tikintisinə 61-ci ildə başlanılıb və 67-ci ildə təhvil verilib. Fərqli və müasir görünüşə malik bu binanın layihəsi istedadlı memarlar Ənvər İsmailov və Faina Leontovaya həvalə olunmuşdu. Memarlar sirkin tikintisinə başlamadan əvvəl bir çox sirk binalarını gözdən keçirirlər və bundan sonra hazırlanan layihə ekspertlər tərəfindən təsdiqlənir. Bu tikinti zamanına görə, memarlıq imkanlarına görə ən qabaqcıl nailiyyətləri əhatə edib. Yəni bu binada keçmiş SSR məkanında 4 bu layihəli sirklər olub və bu sirklər Moskvada, Minskdə olan sirklər eyni bu layihəyə yuxarı-aşağı müəyyən qədər oxşarlığı olan layihələrdir. Hazırda sirkin binasında təmir bərpa işləri aparılır. Proses yekunlaşdıqdan sonra isə bu sirli əyləncəli məkan qapılarını yenidən tamaşaçıların üzünə açacaq. Ümid edirəm ki, tezliklə gördüyümüz bu oturacaqlar bura gələn uşaqlarla və onlarla birlikdə uşaqlaşan valideynlərlə yenidən canlanacaq. Gələn rubrikamızda görüşənədək hələlik.